Deməli, mövzumuz çevrə və dairədir. Biz çevrəni öyrənməyə başlamamış birinci üçbucaqdan bəzi qaydaları xatırlamalıyıq. Bərabər yanlı üçbucaq haqqında qısaca qeyd verim sizə. Bərabər yanlı üçbucaqda bilirik ki, adından da görürük ki, yan tərəfləri bir-birinə bərabərdir. Burada bərabər olmayan tərəfə oturacaq deyirik. AB BC-yə bərabərdir. Biz üçbucaqdan bilirik ki, bərabər tərəflərin qarşısındakı bucaqlar da bərabərdir. O zaman bura alfa dedikdə, burada alfa olacaqdır. A bucağı C bucağına bərabərdir. Bərabər yanlı üçbucağın ən çox istifadə edəcəyimiz qaydası nədir? Oturacağa hündürlük çəkdikdə BH AC-yə perpendikulyar olduqda AH HC-yə bərabərdir. Bucaq ABH bucaq HBC-yə bərabərdir. Yəni, bu bucaqla bu bucaq beta böl 2, beta böl 2. Yəni, nə demək istəyirik biz? Tənböləndir BH. Oturacağa çəkilmiş cümlə şəklində yazsaq, oturacağa çəkilmiş tənbölən həm median, həm də hündürlükdür. Bərabər yanlı üçbucaqda ən çox istifadə edəcəyimiz qayda budur. Burada, məsələn, mən nümunə yazsam, tutaq ki, yan tərəfləri 10 verək, oturacağı 12 verək. Hündürlük çəkdik. O zaman 12-ni 6 böləcək. Düzbucaqlı üçbucaqdan Pifaqor teoremi ilə 100 çıx 36, 64 alırıq. H-ı tapırıq ki, 8-dir. Məsələn, bu üçbucağın sahəsini tapın desə, oturacaq 12 vur hündürlük böl 2, AH böl 2 düsturu ilə tapacaq. Məsələn, belə bir üçbucaq verək. Tutaq ki, yan tərəflər 17-dir. Oturacaqdakı nöqtədə ADDC 9 ilə 21-dir. Bizdən BD-ni tapmağımızı istəsin. Bunun üçün biz nə edirik? Bax, bərabər yanlı üçbucaq olduğu üçün mən BH perpendikulyardır AC çəkərəm. Baxın, buradan hündürlük çəkdik. H. AC 30 idi deyə AH və HC-ni yarı-yarı böldü. 30 böl 2. Cavab neçə? 15-dir. Deməli, HC-yə 15 düşdü. AH da 15 olmalıdır deyə DH-a neçə qalır? 15 çıx 9, 6 qaldı. Razısınız? İndi üçbucaq, bu birinci addım idi. İkinci addımda üçbucaq BHC-də, üçbucaq BHC-ni görürsünüz. Pifaqor teoremi, X yox, Pifaqor teoremi ilə burada biz BH-ın kvadratını tapa bilərik. 17 kvadrat çıx 15 kvadrat. Düzbucaqlı üçbucaqdan Pifaqor teoremindən BH-ı 8 tapdıq. Daha sonra üçüncü addımda sualın cavabı alınır. BHD üçbucağında diqqət edin, indi BHD-ni biraz qaraldıram. Bax, bu üçbucağı görürsünüz. Bura 8 almışıq, bura x-dir. X-in kvadratı bərabərdir 6 kvadrat üstəgəl 8 kvadrat 100-dür. X-i tapırıq ki 10-dur. Bu sualı mən yazandan sonra şagirdlər, sizə indi burada bir xüsusi düsturu da deyəcəm. Stuart teoremi deyirik biz ona. Siz oranı qeyd edin. Stuart teoremi. Mən gözləyirəm. Siz yazın, sonra davam edin.
Burada soruşduğum misalı şagirdlər, baxın, bərabər yanlı üçbucaqda yan tərəflər AA-dır. Oturacağa çəkilmiş istənilən parça x mn-dirsə, Stuart teoremi x kvadrat bərabərdir a kvadrat mn düsturu ilə tapılır. Mən bu düsturu biləndən sonra artıq buradakı məsələmi çox rahatlıqla tapa bilərəm. Baxın, 17 vermişdik. Buradan bura çəkilibdir x 9 ilə 21. Həmin düstura əsasən x kvadrat 17 kvadrat çıx 9 vur 21. X kvadrat 289 çıx 189 100 edir. Deməli x-i tapırıq ki 10. Bərabər yanlı üçbucağın çevrədə istifadə edəcəyimiz ən çox qaydaları bunlardır. Birincisi bucaqların bərabərliyidir. Baxın, hansı tərəflər bərabərdirsə, həmin tərəfin qarşısındakı bucaqlar bərabərdir. Bir də hündürlük oturacağı yarıya bölür və Stuart teoremi də bizdə bax belə kömək eləyəcək bizə. Bərabər yanlış bucağın çevrədə ən çox istifadə edəcəyimiz qaydasıdır. İndi düzbucaqlı üçbucaqdan azca danışaq, çevrədə istifadə edəcəyimiz qədərini. Qeyd etdirsə bunu, mən keçim növbəti səhifəyə. Düzbucaqlı üçbucaqda çevrə üçün nələr lazım olacaq bizə? Bir bucağı 90 dərəcə olan üçbucağa, David, lövhəni yazırsan oğul, mane olursan bizə. Bir bucağı 90 dərəcə olan üçbucaq. Katetləri A, B, hipotenuzu C-dirsə. Düzbucaqlı üçbucaqda katetlərin kvadratlar cəmi hipotenuzun kvadratına bərabərdir. Alfa, beta bucaqlarının cəmi, iti bucaqlar cəmi 90 dərəcədir. Sonra düzbucaqlı üçbucaqda metrik münasibətlər dediyimiz. Burada əslində bizə lazım ola bilər, məsələn, iti bucağın sinusu qarşı katetin hipotenuza nisbətidir. Kosinusu bitişik katetin hipotenuza nisbətidir. Tangensi qarşının bitişiyə, kotangensi bitişiyin qarşıya nisbətidir. Bunlar bizə lazım olacaqdır. Bir də düzbucaqlı üçbucaqda metrik münasibətlər dediyimiz Evklid düsturları. Çevrədə ən çox istifadə edəcəyimiz qaydalardır. Düzbucaqlı üçbucağı hipotenuzuna çəkilmiş hündürlük. Baxın, buradan hipotenuza hündürlük çəkdik. CH. Buna biz HC deyirik. AH-a tutaq ki, bura B, bura A-dırsa. AH B katetinin proyeksiyasıdır. BH A katetinin proyeksiyasıdır. Proyeksiyaları biz MN ilə işarə edək. Deməli, proyeksiyanın tərifi belədir. Şagirdlər, biz bunu danışmışıq, indi təkrar deyirəm. Hündürlüyün oturacağı ilə mailin oturacağı, baxın, AC-nin oturacağı A-dır, CH-nin oturacağı H-dır. Mailin oturacağı ilə hündürlüyün oturacağını birləşdirən bax parçaya mailin proyeksiyası deyilir. BS mailin oturacağı B, CH mailin oturacağı H-dırsa, hündürlüyün oturacağı ilə mailin oturacağını birləşdirən parçaya mailin proyeksiyası deyilir. Biz B'nin proyeksiyasına M, A'nın proyeksiyasına N dedik. Evklid düsturlarının ən məşhuru hündürlüyün kvadratı proyeksiyalar hasilinə bərabərdir. Yəni M-nə bərabər. Amma bu harda doğrudur? Düzbucaqlı üçbucaqdır. Yalnız düzbucaqlı üçbucaqda doğrudur. Hündürlüyün kvadratı proyeksiyalar hasilinə bərabər. Bu düsturu biz sinuslarla, tangenslərlə bərabərliklə də ala bilərik, oxşarlıqla. Pifagor teoremi ilə də ispat oluna bilər. Məsələn, istəyirsiniz bunu ispat eləyək, bax. Tutaq ki,
Biz bilirik ki a kvadrat üstəgəl b kvadrat m üstəgəl n-in kvadratıdır. Düzbucaq, üçbucaqda Pifaqor teoremini bilirsiniz. Daha uzun isbatdır, amma sizin halınıza gələ bilər. Üçbucaq AHC-ni görürsünüz. Üçbucaq AHC-ni. Bu üçbucaqda b-nin kvadratı hc kvadrat üstəgəl m kvadratdır. BHC üçbucağında a-nın kvadratı hc kvadrat üstəgəl n kvadratdır. Bu ikisini burada nəzərə alsaq, nə alarıq? Baxın. hc kvadrat üstəgəl m kvadrat üstəgəl hc kvadrat üstəgəl n kvadrat. Sağ tərəfdə m üstəgəl n-in kvadratını müxtəsər açsaq, üstəgəl 2m. Burada m kvadrat, n kvadrat bunlar bir-birini aparır. 2 dənə hc kvadrat, 2 dənə mn alırıq. Deməli, hc kvadrat mn-ə bərabərdir. Bunu ispat etdikdən sonra artıq yazacağım digər 2 ilə 3-ü isbatı rahat olacaq. Bunu yenə deyirəm, oxşarlıqla çox rahat tangens alfaları bərabərləşdirib birbaşa nisbətdən tapa bilirik. İkincisi nədir burada şagirdlər? Burada hc kvadratı bildik. Katetin kvadratı proyeksiyası ilə hipotenuzun hasilinə bərabərdir. A-nın proyeksiyası n, hipotenuz m üstəgəl n-dir. Katetin kvadratı proyeksiya ilə hipotenuzun hasilidir. M vur, m üstəgəl n-dir. Düzbucaq, üçbucaqda istifadə edəcəyimiz qaydalar bunlardan ibarətdir. Ən çox istifadə edəcəyimiz budur. Bir də burada bir məxsusi düsturumuz var idi. Dördüncü deyək. Üçbucağın sahəsi c vur hc böl 2 həm də a vur b böl 2-dir. Buradan hündürlük üçün hc bərabərdir ab böl c tapırıq. Baxın, 1 ilə 4-ün fərqi var. Birdə hündürlüyün kvadratı proyeksiyalar hasilidir. Bax burada. 4-də isə hündürlüyün özü. Katetlər hasili böl hipotenuza bərabərdir. Qeyd edək bunları da təkrar üçün. Tərif belədir. Çevrənin tərifi. Müstəvinin verilmiş nöqtəsindən eyni məsafədə yerləşən nöqtələr çoxluğunun əmələ getdiyi həndəsi fiqura çevrə deyilir. Burada müstəvinin verilmiş nöqtəsi, baxın, O nöqtəsidir. Bu O nöqtəsinə çevrənin mərkəzi deyirik. Verilmiş məsafəyə isə radius deyirik. Məsələn, bu nöqtədən çevrəyə qədər məsafə radiusdur. OB də radiusdur, AO da radiusdur. Çevrənin üzərində istənilən nöqtə götürsəniz, həmin nöqtə ilə mərkəzi birləşdirən parçaya radius deyilir. Baxın, bu çevrəyə biz tutaq ki, bir omega çevrəsi desək, o nöqtəsi çevrəyə aid deyil. Çevrə yalnız qıraqdakı ipdən ibarətdir. Çevrənin iki nöqtəsini birləşdirən parçaya diametr deyilir. Buradakı AB diametr adlanır. Baxın, AB diametr adlanır. Çevrənin hər hansı iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. Bu çevrədə ilk təriflərdir. Çevrə ilə iki ortaq nöqtəsi olan parçaya çevrənin kəsəni deyilir və yaxud da düz xəttə. Buradakı A düz xətti çevrə ilə iki ortaq nöqtəsi var, kəsən adlanır. Çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə isə toxunan deyilir. İndi onun haqqında ayrıca danışacağım burada. Bax, bir ortaq nöqtəsi var. Buna deyilir nə? Toxunan. Çevrəni şagirdlər, baxın, görürsünüz M və N-i. Mən buradan A, M, onu birləşdirsəm radius, N, onu birləşdirsəm yenə radius alıram. Bu M, O, N necə oldu?
bərabər yanlı üçbucaq alındı. Bax, bunun xassələrindən istifadə edəsinik. Məsələn, burada bir nümunəyə baxaq. B mərkəzli çevrənin dörddə bir hissəsi verilibdir. Bax, bu çevrənin dörddə bir hissəsidir uşaqlar. Belə bir çevrə verir. Nəsə də indi mən bunu tamamlamıram. Dörddə bir hissəsidir. A bucağı 65 dərəcə, bura 90 dərəcə, alfa bucağını tapmamızı istəyir. Biz burada B ilə D-ni birləşdirsək, bu radius olduğundan bu da radius olacaq. Bərabər yanlı üçbucaq olduğu üçün A bucağı 65-dirsə, D bucağı da 65 oldu mu? O zaman bucaq ABD-yə 180 çıx 2 dənə 65, yəni 50 dərəcə qalır. Bura düşür 50 dərəcə. 90 dərəcə idi deyə bucaq DBC-yə nə qədər qaldı? 90 çıx 50, 40 dərəcə qaldı. İndi BS də radiusdur axı. Bu radiusun qarşısı alfadır deyə bu radiusun qarşısı da alfa olur. Üçbucaq DBC-də, üçbucaq DBC-də 2 alfa və 40-ın cəmisi 180-dir. 2 alfa 140 olduğu üçün alfa 70 dərəcə alınır. Bax ki, çevrə verib. Məsələn, elə burada yazılan bir çevrədir. Məsələn, bu bucağı 20 dərəcə verib, bu bucağı soruşursa sizdən. Neyniyərsiniz? Bu radius, bu da radius olduğundan burada bərabər yanlı üçbucağı görə bilirsiniz. O birisi radius 20 Deməli, dərəcə burada oldu. 20 dərəcə düşür. Onda x-i nə tapırıq? 180 çıx 2 dənə 20, 140 dərəcə. 140. İndi bu məsələdə o radius yox idi deyə biz özümüzdən radiusu çəkdik. Anladıq? Burada da indi çevrənin yarısını veribdir. Yarım çevrə verib, bucaqları 50 və 70 veribdir. Bizdən radiusu tapmamızı istəyir. Bu dəfə artıq sual fərqlidir. Bura 8-dir. Bu bucaqda 70 dərəcədir. Bura isə 50 dərəcədir. Məsələn, mən bunu yazmamış bir daha sadə nümunəni soruşum sizdən. Tutaq ki, çevrə verilib. Hə? Buradan çəkibdir. A, B, C. Məsələn, bu bucağı 60 dərəcə verib, BS 8-dir. Radiusu tap deyir. Sən indi AB-nin də radiusu olduğunu görürsən. Ora 60 dərəcə olduğu üçün deməli bu bucaq da 60 dərəcədir. O zaman bu A bucağı çevrənin mərkəzi deyək də O nöqtəsi burada 60 olur. Bərabər tərəfli üçbucaq yarandığı üçün radiusu neçə tapırıq? BS ilə eynidir. Və yaxud da başqa bir nümunəyə baxaq. Çevrə verilibdir. Çox eybəcər çevrə oldu. Çevrə verib. Tutaq ki, bu bucağı 45 dərəcə verib. AB vətərin veribdir bizə 4 kök 2. Radiusu tap deyir. Sən bu sualın həlli üçün, məsələn, burada mərkəz var deyə digər radiusu çəksən, özündən çəkəcəksin. Burada radiusdur, avtomatik. Bu B bucağı 45 dərəcə olur. Deməli, O bucağı 90 dərəcədir. İndi düzbucaqlı üçbucaq olduğu üçün biz burada nə yaza bilərik? R kvadrat 4 kök 2-nin kvadratıdır. Əslində bizim 45-45-90 üçbucağında məşhur qaydamız var ki, elə bura R kök 2 birbaşa 4 kök 2 yaza bilərik. Amma Pifaqor teoremi ilə də 32 yazıb radiusu 4 tapa bilərik. Mənim ekran gedir, gəlir məndə. Tamam, düzəldi oğlum. Aydındır. O mənim səhvim idi. Radiusu 4 aldıq. Pifaqor teoremi. İndi bu məsələnin həllinə qaydaq baxaq. Mən O ilə D-ni birləşdirəcəm. AO radiusu olduğundan DO da radiusdur. 50 dərəcə A bucağıdırsa,
Burada ADO bucağı da, ADO da 50 dərəcə olacaq. O zaman O bucağına neçə dərəcə qalır? 80 dərəcə. Düzdür? Sonra CO-nu çəkək. CO bərabərdir radius çək. C bucağı 70 dərəcə oldu. Çünki radius bu OB də radiusdur. Bərabər yanlı 3 bucaqdır. Onda bu bucağa qalır 40 dərəcə. Yəni bucaq COB 40 dərəcə oldu. İndi bucaq BOC neçə dərəcə olur uşaqlar? 180, yəni yox, BOC yox, DOC bucaq. Burada deyil. Baxın, bu bucaq. Üçü birlikdə açıq bucaq olduğu üçün 180 çıx 80 çıx 40, DOC-ni tapdıq 60 dərəcə. Bura 60 dərəcədir. Üçbucaq DOC-yə baxın şagirdlər. D bucağına alfa yazsam, C bucağı da alfadır. Niyə? Bərabər yanlı 3 bucaq olduğu üçün. 60 dərəcə burada var deyə 2 alfa 180 çıx 60 120-dir. Alfa 60 dərəcədir. İndi alfanı 60 dərəcə tapdıqsa DOC necə üçbucaq oldu? Bərabər tərəfli olurmu? Radiusu buradan 8 tapdıq. Çevrə uzunluğunun diametrə nisbəti sabit kəmiyyətdir. Bu kəmiyyəti pi ilə işarə edirlər. Çevrənin radiusu r-dirsə, bu çevrənin uzunluğu 2 pi r-ə bərabərdir. Əgər biz bunu diametr yazsaq, çevrənin uzunluğu pi vur d-yə bərabərdir. Pi bizim bildiyimiz məşhur irrasional ədəddir. Məsələn, radiusu 6 veribsə, çevrənin uzunluğu 2 pi vur 6, 12 pidir. Tutaq ki, çevrə uzunluğun bizə verib 40 pidir. Radiusu tapın. Sən onda 2 pi r 40 pi yazdın. Radiusu 20 alacaqsın. Çevrə uzunluğunun düsturu budur. Və şagirdlər, çevrənin tam qövsü, baxın, buradan tam qövsü. Ağla çəkəcəm. Bax, çevrənin tam qövsü 360 dərəcədir. 360 dərəcədir. Yaxşımı? Çevrənin diametrini çəkdikdə, bax, bu diametri çəkdiksə, bu qalan hissə buna deyirlər yarım çevrə. Aşağısı da həmçinin yarım çevrədir. Çevrənin şagirdlər, baxın, iki nöqtə arasında qalan hissəsinə AB-yə deyirlər minor qövs. Kiçik olana deyirlər minor qövs. Bu kiçik olandır. Bura bir en yazsam, ANB-yə deyirlər major qövs. Bax, buradan bura qədər olan hissiyə nə deyirlər? Major qövs deyilir. ANB-yə major qövs deyilir. Minor qövs balaca olandır, major qövs böyük olan. Yarımçevrə çəkəndə artıq bərabər olurlar. Onlara yarımçevrə deyirik. Qövsün uzunluq düsturu şagirdlər pi r alfa böl 180 dərəcə ilə tapılır. Necə? Bax, yazıram mən 360 dərəcəyə əvvəlki səhifədə qeyd etdik. Çevrənin uzunluğu 2 pi r-dir. Alfa dərəcəyə isə bu qövsün uzunluğuna yazıram l. Buradan tənasübdən 360 vur l 2 pi r alfadır. L bərabər olur. Bu tənasübdən tapırıq ki, pi r alfa böl 180 dərəcədir. Məsələn, nümunə verib, radius 18-dir, 60 dərəcəlik qövsün uzunluğunu tap. Çevrənin radiusu 18-dirsə, mən düstursuz yazacağım. Tam çevrə, yəni baxın 360 dərəcə tam çevrədir.
Çevrənin uzunluğu 2 pi r-dirmi? R-in əvəzinə 18 yazdım. 60 dərəcəli qövsün uzunluğuna L yazdım. Buradan tənasübdən 360 vur L, 60 vur 36 pi'dir. L bərabər olur. 60 vur 36 pi böl 360 dərəcə. 60 360-dan ixtisar gedir. Cavab 6 pi'dir. Və yaxud da birbaşa düsturla yazası olsam əgər, L bərabərdir. Pi vur, radius vur, alfa böl 180 dərəcə. İndi biz burada radiusu nə görürük? L bərabərdir. Pi vur. Çevrənin radiusunu 18 verib. Alfanı 60 dərəcə verib 180-ə bölürüm. 60 ilə 180 ixtisar getdi 3. Cavab 6 pi alındı. İndi siz yerinizdə hesablayın görək. Məsələn, radiusu 9 vermişik. 90 dərəcəli qövsün uzunluğunu tap. Radiusu 9 versək, 90 dərəcəli qövsün uzunluğu neçə olacaq? Hesablayın bunu. 4,5 4,5 pi. pi. 4,5 pi. 4,5 pi. 4,5 pi böl. Doğrudur. Çünki 360 dərəcəyə 18 pi'dir. 2 pi vur 9. 90 dərəcəyə 4 dəfə kiçik olacaq. 18 pi bölünsün 4, yəni 4,5 pi. Çevrə ilə yalnız bir ortaq nöqtəsi olan düz xəttə toxunan deyilir. Şagirdlər, toxunma nöqtəsində, bax bu toxunandır, bir ortaq nöqtəsi var. OB isə radiusdur. Toxunma nöqtəsində radius həmişə toxunana perpendikulyardır. Toxunanla bağlı qarşınıza çıxan sualları həmişə bu qayda həll edəcək. Məsələn, sadə bir nümunəyə baxaq. Tutaq ki, bizə radiusu verib 6, AO parçasının uzunluğunu verməyib. Tutaq ki, AC-ni veribdir. AC-ni verib 8 olmasın. AC-ni verib 4, AB-ni tapın deyir. Sən buranın 90 dərəcə olduğunu bilirsən. AC-ni 4 veribdir. OC parçası çevrənin hansı elementidir? Radiusdur, düzdürmü? Deməli, burada 6'dır. Üçbucaq AOB-ni görürsünüz. Üçbucaq AOB-də toxunanın kvadratı ilə 6'nın kvadratı 10'un kvadratıdır. Buradan toxunanın kvadratı 64, toxunan 8 tapırıq. Və yaxud da belə bir məsələyə baxaq. Tutaq ki, çevrənin toxunanın verib 12, məsələn, ABC olsun. AB-ni də verib 8. Bizdən radiusu tapmağımızı istəyir. İndi mən bu sualı həll eləmək üçün yenə bir dənə radiusu özüm çəkəcəm. Buradan bura radius çəkəndə OC-ni. C bucağı 90 dərəcə olur. Buraya yazıram radius. Və bu üçbucaqda istifadə edəcəm düzbucaqlı üçbucaqda Pifaqor teoremini. R üstəgəl 8'in kvadratıdır. R kvadrat üstəgəl 144, R kvadrat üstəgəl 16, R üstəgəl 64'dür. R kvadratlar islah olundu. 16 R 80 olduğu üçün radiusu 5 tapdıq. Sual yoxdursa keçək növbəti nümunəyə. Məsələn, belə bir sual verib. BD 2'dir, BS 6'dır. Çevrənin radiusunu tapın deyir. Bu çevrə mərkəzi olduğu üçün mən buradan perpendikulyar çəksəm, bu radiusdur.
Toxunma nöqtəsinə radius. İndi bu da 90 dərəcə olduğu üçün deməli mən buradan AB ilə CO-nu paralel görürəm. O'dan bura perpendikulyar çəksəm, bura düşəcək 6. İndi bura bir M nöqtəsi desək. MB parçasını biz görürük ki, radiusla eynidir. Bunun cəmisi radiusdur. O zaman MD-yə nə qalır? R çıx 2 qalır. Buraya yazıram R çıx 2. İndi sualın həllində OD-ni birləşdirsəm əgər, artıq sualı həll etmiş olacaq. OD çəkirəm, o da radiusdur, düzdürmü? Düzbucaqlı üçbucaq yarandı. Üçbucaq MOD-də. Düzbucaq üçbucaq olduğu üçün katet 6-nın kvadratı, katet R2-nin kvadratı, R kvadrata bərabərdir. Müxtəsər vurma ilə açacağıq bunu. 4R üstəgəl 4 bərabərdir R kvadrat. R kvadratlar islah olur. Mənfi 4R mənfi 40-dır. Radiusu tapdıq ki 10. Baxın, bu sualla bağlı nəsə anlaşılmayan hissə varsa soruşun. Hələ çevrədən uşaqlar görürsünüz də, çevrədə ancaq üçbucağın xassələrindən istifadə edirik. Hələ ki çevrə qaydalarına başlamamışıq. Çevrə xaricində götürülmüş nöqtədə çevrəyə 2 toxunan çəkmək olur və bu toxunanlar həmişə bərabərdir. Bir nöqtədən çevrəyə çəkilmiş toxunanlar bərabərdir. OB və OC çevrənin radiuslarıdır. Yadınıza salın bucaq tənböləninin xassəsini. Tənbölən üzərindəki nöqtədən çəkilmiş perpendikulyarlar bərabər idi. Buradan çıxır ki, AO parçası tənböləndir. AO parçası toxunanlar arasında keçən parça tənböləndir. Və bu qövsü də yarı-yarı bölür. Məsələn, belə bir sual verək, tutaq ki, bu 2 dənə toxunan çəkilib. Birin yazıb 2x plus 6, birin yazıb 3x tutalım minus 5. AB'nin uzunluğunu tap deyir. Biz nə etməliyik? Bir nöqtədən çəkilmiş toxunanlar dedik ki, nədir? Bərabərdir. O zaman 2x üstəgəl 6, 3x çıx 5'dir. Buradan 2x çıx 3x mənfi 5 çıx 6, x'i tapırıq 11. X'i 11 tapanda AB-yə nə qədər düşür? 2 vur 11 üstəgəl 6, AB-yə düşür 28, deməli AC də 28'dir. Şagirdlər, bura 90 dərəcə, B bucağı da 90 dərəcə. 4 bucaqlı alındığı üçün toxunanlar arasındakı bucaqla alfa bucağının cəmi 180 dərəcə olacaqdır. Yaxşı, toxunanlar arasındakı bucaqla alfa bucağının cəmi 180 dərəcədir. Məsələn, bizə misal verir, tutaq ki, bu bucağı 110 dərəcə veribsə, deməli bu bucaq 70 dərəcədir. 4 bucaqlının daxili bucaq cəmi 90 olduğu üçün. Və yaxud da siz indi yazdıq bundan qabaq P10-u birləşdirsəniz, bura tənbölən daxil. Beta bölü 2, bura alfa bölü 2. Düzbucaqlı üçbucağın iti bucaqlar cəmi 90 dərəcədir deyə 2-yə vursanız, beta üstəgəl alfanı 180 dərəcə alacaqsınız. Davam edək. Məsələn, belə bir sual verib, üçbucağın tərəfləri 10, 12, 14-dür. CD x parçasının uzunluğunu tap. Maraqlı sualdır, gəlin həllinə baxaq. Mən buradan CD-yə x yazıramsa, BD-yə 14 çıx x yazmalıyam.
Çünki cəm 14-dür. Bir nöqtədən çəkilmiş toxunanlar bərabər olduğu üçün BF-yə BD ilə bərabərlik düşür 14 çıx x-dir. İndi şagirdlər siz burada görürsünüz CD ilə CY də bərabərdir. O zaman burada x düşəcək. AY-yə nə qalır? 12 çıx x qalır. Deməli, AF-yə də düşəcək 12 çıx x. BF ilə də BD bərabər idi 14 çıx x. Düzdür, bunun üçün hazır düsturda deyə bilirik, amma mən düstursuz yazıram hələ ki. 14 çıx x üstə gəl 12 çıx x AB parçasının uzunluğudur. AB-ni 10 vermişdi deyə. 26 çıx 2x 10-dur. Deməli 2x 16-dır. X 8 tapırıq. Siz bunu qeyd edin. Mən bir dənə də sual yazıram buna aid. Üçbucağın daxilinə çevrə çəkib AM-i veribdir 5, BN-i verib 4, CK-nı verib 6. Perimetr ABC-ni tapın deyir. İndi bu sualı da həll edək. 30. 30 olacaq, bəli. AM-yə 5 yazsaq şagirdlər. AM-yə 5 yazsaq. Avtomatik AK da 5 alınacaq. Düzdür? Çünki bir nöqtədən çəkilmiş toxunanlar nədir? Bərabərdir. BN-yə 4 verib deyə, deməli MB-ni tapırıq ki biz 4-dür. CK-nı 6 veribsə, CN-ni də tapırıq ki 6-dır. O zaman üçbucağın tərəfləri 9, 10 və 11 olur. Cəm eləyəcək 30. Mən indi bu qaydaya aid başqa bir nümunəni digər ağ səhifədə yazıram. Bunu yazdınızsa keçək ora. Baxın, düzbucaqlı üçbucaq verib, düzbucaqlı üçbucaq verib. Daxilinə çevrə çək. Buranı 4, buranı 6 veribdir. ABC düzbucaqlı üçbucaqdır. Bizdən ABC-nin perimetrini tapın deyir. Və yaxud da burada müxtəlif suallar soruşa bilər bizdən. Aha. Bu sualı necə həll edərik? Bax, bu misalda verilənlər idi. Mən indi sualın həllini digər rənglə yazacağım. Çevrə mərkəzini qeyd edək. Bura M yazaq, bura N yazaq, bura K yazaq. Şagirdlər, biz bilirik ki, CK ilə CM bərabərdir 4, 4-dür. Görürsünüz? AN ilə AM bərabərdir 6-dır. İndi BK ilə BN-i bilmirəm. Hərəsinə 1x yazır. O zaman düzbucaqlı üçbucağı görürsünüz. Bura nə qədərdir? 10. BS nə qədərdir? X üstə gəl 4. AB nə qədərdir? X üstə gəl 6. Nə görürük? Pifaqor teoremi. 10-un kvadratı üstə gəl x üstə gəl 4-ün kvadratı. X üstə gəl 6-nın kvadratı. Müxtəsəri açaq. Burada x kvadrat 2 dənə 4x və 16. Sağ tərəfdə x kvadrat 2 dənə 6x və 36. Buradan x kvadratlar islah getdi. 12x çıx 8x 116 çıx neçə alırıq uşaqlar? Burada 116, burada 80. Yox, səhv elədim. 36. 4x 80 aldıq. Deməli x 20 oldu. X-ə 20 yazsam əgər, onda burada 20 düşəcək. Perimetri olur 10, 24, 26. Cavab 60 cm. Buyurun, sualın həlli ilə bağlı nə sual varsa soruşun. Siz görürsünüz də
Mövzunun adı çevrədir. Biz amma hələ çevrə ilə bağlı xüsusi bir qayda danışmamışıq. Hamısı üçbucağa aiddir. Bu bütün fiqurlarda belə olacaq uşaqlar. Üçbucağı hər gün təkrarlamalısınız. Həndəsəni öyrənmək üçün üçbucağı bilməlisiniz. Üçbucağı bilsəniz artıq həndəsəniz tamamdır. Vətərin orta nöqtəsindən qaldırılmış perpendikulyar vətərin çevrənin mərkəzindən keçir. Mərkəzdən vətərə çəkilmiş perpendikulyar vətəri və qövsü yarıya bölür. Bu cümlə nə demək istəyir uşaqlar? Baxın, çevrədə bir vətər çəkirəm mən. Tutaq ki, hər hansı bir MN vətərini çəkdim və yaxud da MK vətər. Mərkəzdən bu vətərə perpendikulyar çəkəndə vətəri yarı-yarı böləcək. Bunun səbəbi nədir dostlar? Sadəcə bərabər yanlı üçbucaq. Biz M10-u birləşdirsək radius, K10-u birləşdirsək radius. A10-u birləşdirsək radius, B10-u birləşdirsək radius. Bərabər yanlı üçbucaqda hündürlük həm də nədir? Median və tənböləndir. Həmin xassədən çıxır ki, bu qayda doğrudur. Bayaq yazdıq. Tutaq ki, belə bir nümunə yazıram mən. Çevrə verilib. Məsələn, AB parçasının vətəri veribdir bizə 12 və yaxud da 16. OK parçasını da perpendikulyar verib. OK'nı da perpendikulyar verib 6. Çevrənin radiusunu tapın deyir. Sən çevrə mərkəzindən nə edirsən? Radius çəksən. A10-u birləşdirsən, radius. B10-u birləşdirsən, radius. Perpendikulyar uşaqlar bu məsafə deməkdir. Mərkəzdən məsafəsi 6-dır. Məsafə. O zaman bura 6-dırsa AK və KB 8 bölünür. Bu da 6 olduğundan düzbucaqlı üçbucaqdan R kvadrat 36 üstəgəl 64 100 alırıq. Radius olacaq 10. Məsələn, indi sualı belə verir. Radius 10-dur. Mərkəzdən 8 sm məsafədə olan vətərin uzunluğunu tap. Bu dəfə vətəri axtarırıq biz. Amma məsafəni veribdir bizə. Məsafə nə deməkdir? Mərkəzdən perpendikulyar çəkməkdir. Bunu 8 verib. Radiusu 10 verib. Mən radiusu çəksəm, AO və BO-nun hər biri 10-dur. Perpendikulyar olduğu üçün yarı-yarı bölür. Pifagor teoremi ilə HB-ni neçə tapacağıq? HB-ni 100 çıx 64. Kök altdadır və yaxud da HB 6-dır. HB-ni 6 tapdıq. Deməli, AH-ı da 6 tapırıq. AB-yə düşəcək 12. Məsələ həll oldu. İndi belə bir sual verib. Yarım çevrə verilibdir. DY-ni 21, YC-ni 9, OY-ni 10 verib, radiusu tap deyir. Bayaq mən dərsin əvvəlində sizə bərabər yanlış bucaqda danışdığım sualdır. Əslində həmin sualdır. Mən buradan D10-u birləşdirirəm, radius. C10-u birləşdirirəm, radius. Üçbucaq DOC-ni görürük. Birbaşa Stuart teoremini yazsam 10-un kvadratı R kvadrat çıx 9 vur 21'dir. R kvadrat 100 üstəgə 189, yəni 289-dur. Radiusu tapırıq 17. Mənim əvvəldə izah edəcəyim sualın tərsidir. Və yaxud da dostlar, bu parçanın uzunluğu CD-ni neçə görürük? 30. Mən buradan perpendikulyar çəksəm 30-u 15 böləcək, onda bura 6 düşəcək. Bura isə 10-dur. 6 10 olduğu üçün Pifagorla bu məsafəni 8 tapırıq. Sonra bu H desək bura DHB üçbucağını görürsünüz. Göylə çəkdiyim. R-in kvadratı 8 kvadrat üstəgə 15 kvadrat. 289. Yəni ya Stuart ya da ki Pifagor teoremi yenə də mövzu üçbucaqdır. Çevrə olsa da. Sual varsa bununla bağlı deyin. Çevrədə
Vətərlərin gərdiyi qövslər bərabər vətərlərin bir-birinə bərabərdir. Və ya tərsinə bərabər qövsə söykənən vətərlər eynidir. Nə demək istəyirik burada biz şagirdlər? Əgər AB vətəri CD vətərinə bərabərdirsə, vətərlər bərabərdirsə, bu vətərlərin ayırdığı, gərdiyi demək uşaqlar, ayırdığı deməkdir. Baxın, bu qövslə bu qövs bir-birinə bərabər olacaq. AB qövsün üzərində bucaq kimi belə də bir yarım çevrə çəkirik. Bu qövslər də bərabərdir, vətərlər eyni olduğu üçün. Və burada şagirdlər mərkəzdən vətərə qədər məsafələr də bərabər olur. Məsafə nə idi? Perpendikulyar idi. Yəni bu OM ilə ON də bərabərdir. Məsələn, belə bir sual verib, çevrədə DY və CY bərabərdir, qövslər də bərabərdir, alfa bucağını tap. Mən indi bu qövslərin bərabər olmasına görə BC ilə BD-ni birləşdirsəm, deyə bilərəmmi ki, BC vətəri BD vətərinə bərabərdir. Bu vətərlər eyni olduğu üçün BY burada median, bərabər yanlı üçbucaqda median həm də nədir? Hündürlükdür. Yəni, bura 90 dərəcədir. Deməli, alfa da 90 dərəcədir. Yəni, özümüzdən bir xət çəkməyi ağlımıza gəlməlidir. Çevrənin toxunanları... Müəllim, bir də izah edə bilərsiniz əvvəlcini? Bəli, elə. Bax, bizə nə vermişdi burada? BC qövsü ilə BD qövsün bərabər verir. Biz danışdıq ki, bu bərabər qövslərə söykənmiş vətərlər eynidir. BCD üçbucağını görürsən, üçbucaq BCD. Burada artıq bərabər yanlılıq var da, düzdürmü? O zaman BY median da verilibdir. Bu CY ilə DY-ni özü vermişdi. BY-ni median aldıq. Bərabər yanlı üçbucaqda median həm də hündürlük olduğu üçün alfa 90 dərəcə alınır. Başa düşdüm. Buyur. Çevrənin toxunanları ilə bağlı şagirdlər sual verilir. Əgər çevrələr bir-birinin xaricindədirsə, bu çevrələrin 4 ortaq toxunanı var. Uşaqlar, ortaq toxunanlar hansılardır? Baxın, biri N1, N2'dir. Bu bir ortak toxunan. Biri M1, M2'dir. Biri N1, M2, N2, M1. Bu 4 dənə toxunanlar çevrənin ortak toxunanları sayılır. Və bu çevrənin mərkəzlər arasındakı məsafəsi görürsüz. Bura böyük R1, bura isə R2-dirsə. Bu məsafə R1 üstəgəl R2-dən böyük olur. Məsələn, dünən bazar günü OTK-nın sınavında bir sual düşmüşdü. Elə o sualı mən burada yeri gəlmişkən izah edeyim. Sual belədir. Deməli, çevrələr verilib. İki çevrədir, bir digərinin xaricindədir. Ortak toxunanının uzunluğun veribdir 24. Səhv eləmirəmsə. Radiusların birin 6 verib, birin 26 verib. Sualda nə idi məsələ? Deyir, O1, O2-dir. Bu çevrələr arasındakı məsafəni tapdır. MN-i tapmamızı istəyir biz. Toxunanlar təkrar mi? MN-i tapmağımızı istəyir bizdən. Bax, sual buydu uşaqlar. 6 ilə 16 idi. Burada mən səhv elədim. Biz burada şagirdlər sualın həlli üçün nəyi bilməliyik? Birinci məsələ odur ki, radius toxunana perpendikulyar olduğunu qeyd etməliyik. Burada O1M də 16-dır, NO2 də 6-dır. Və AB 24-dür. Mən burada O2-dən AB-yə bir paralel xətt keçirsəm. Tutaq ki, bura bir K yazsam. AB paraleldir O2K. Bu da 24 olur mu? Paralel çəkdiyim üçün.
AK ilə O2B-də bərabərdir 6 olur. O zaman O1K-ya qalır 16 çıx 6 10 qalır. İndi düzbucaqlı üçbucağı görürsünüz. Mən bu düzbucaqlı üçbucaqda, bu düzbucaqlı üçbucaqda hansıdır? K, O1, O2. Pifagor teoremin yazsam, onun kvadratı üstəgə 24-ün kvadratı. O1, O2-nin kvadratıdır. 100 üstəgəl 576, O1, O2-nin kvadratı. Deməli, O1, O2-ni tapıram 26. Ortaya x yazsam, 16, x və 6. 26 elədiyi üçün x-i tapacağıq ki, 4-dür. Bu 4 şagirdlər çevrələr arasındakı ən qısa məsafəni bildirir. Mərkəzlər arasındakı məsafə radiuslar cəmindən böyükdür, gördünüz. Bizdən MN-i tapmamızı istəyirdi. Sual varsa deyil. Bir də izah edə bilərsiniz. Bəli. Bax, sualda, gəlin sualı biraz yuxarıda təzdən yazıram. 2 çevrə verib, mən sualda nə etdiyimi sonra göstərim. Radiusları 16 və 6 verib, ortaq toxunanın uzunluğunu da 24 verib. Çevrələr arasındakı ən qısa məsafəni istəyir. Çevrələr arasında ən qısa məsafə mərkəzləri birləşdiririk, radiusları çıxanda alınan hissədir. Bax, bu hissə ən qısa məsafədir. Sual bu idi, Leyli xanım. İndi biz burada nə elədik? AB 24 idi. AB-yə paralel bir dənə O2K keçirdik. Paralel xətt çəkdik. Paralel çəkdiyimiz üçün O2K-da 24 oldu. Burada düzbucaqlı yarandı. Baxın, bu AB, O2K bir düzbucaqlıdır. Onda bura 6 olduğundan AK da 6 olur. Razısınız? O1K bunun cəmsi 16 radiusu idi deyə. 16-dan 6 çıxdıq, 10 aldıq. Aydındır? Bəli. Sonra artıq düzbucaqlı üçbucağı görürük. K, O1, O2 düzbucaq üçbucağı. Ştrixlənmiş üçbucağa baxın. Burada Pifagor teoremini yazdıq. 24-ün kvadratı 10-un kvadratı. 676 26-nın kvadratıdır. Onda O1, O2 26 tapdıq. X-i də tapacağıq. 26 çıx 22 4. İzah eləyə bildinmi? Nəsə qaranlıq qaldısa soruş. İndi şagirdlər, radiusları R1, R2 olan iki çevrə kəsişirsə, onda çevrələrin iki ortaq toxunan olur. Ortaq toxunanların biri budur, biri də budur. Bu ortaq toxunanların uzunluqları bərabərdir. Bu zaman mərkəzlər arasındakı bu D məsafəsi ki var, üçbucaq bərabərsizliyini ödəyəcək. Baxın, R1, R2 və mərkəzlər arasında məsafə. Üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqinin modulundan isə böyükdür. Görürsünüzmü? Bu, kəsişən iki çevrənin mərkəzlər arasındakı məsafəsidir. İki ortaq toxunanı var, mərkəzlər arasında məsafə də üçbucaq bərabərsizliyini ödəyir. Əgər çevrələrdən birinin digərinin daxilində yerləşirsə və ortaq nöqtəsi yoxdur. Bu halda bunların ortaq toxunanı olmayacaq. Baxın, bu bir dənə çevrədir. İçəridəki göydə bir çevrədir. Bunların artıq ortaq toxunanı yoxdur. Mərkəzlər arasındakı O1, O2 məsafəsi radiuslar fərqindən kiçikdir. Çünki radiuslar fərqi bax buradan bura qədər məsafəni verir bizə. Belə. Mərkəzləri üst-üstə düşən çevrələrə, şagirdlər, mərkəzləri üst-üstə düşən çevrələrə konsentrik çevrələr deyilir. Mərkəzləri eyni olan çevrələr konsentrik çevrələrdir. Mərkəzlər arasında məsafə sıfırdır. Üst-üstə düşür çünki. Bu mərkəzləri eyni olan çevrələrin arasında qalan, baxın bu təkərə oxşayan hissə, bax buna deyirlər halqa. Halqa deyilir. Orada halqanın qalınlığı
böyük radiusla kiçik radiusun fərqidir. Məsələn, bizə misal verir, topluda var. Radiuslar nisbətin verib 3/5, halqanın qalınlığını verib 6, radiusu tapmağımızı istəyir. Biz burada radiuslar nisbəti var deyə bunun həllini yazmaq üçün R1-ə 5K, R2-yə 3K deyirik. Onlar arasındakı fərq 5K-3K 6-dır. K-nı 3 tapırıq. Böyük radiusu istəyir bizdən 5 vur 3 15 edəcək. Çevrələrdən biri digərinin daxilində yerləşməklə daxildən toxunursa uşaqlar, bu çevrələrin bir ortaq toxunanı olur. Baxın, buna deyirik bir ortaq toxunanı var. Və burada mərkəzlər arasındakı məsafə radiuslar fərqinə bərabərdir. Nə zaman bir ortaq nöqtəsi olur? Daxildən toxunduqda bir ortaq toxunanı olacaqdır. Aha, burada bunun haqqında biraz geniş danışacağıq. Çevrələrin xaricdən toxunmasında uşaqlar, çevrələrin 3 ortaq toxunanı olur. 3 ortaq toxunanın hansılardır? N1, N2, M1, M2, bir də B'si. Baxın, bu 3 dənə ortaq toxunan bir-birinə bərabərdir. Və bu ortaq toxunanlar üçün belə bir uzunluq düsturu doğrudur. Mərkəzlər arasındakı məsafə çevrələr xaricdən toxunanda radiuslar cəminə bərabərdir. İndi buna aid nümunəyə baxaq biz digər açıq səhifədə. Məsələn, xaricdən toxunan iki çevrə verir bizə. Radiusları 8 və 18-dir. Ortaq toxunanın uzunluğunu tapmağımızı istəyir bizdən. Ortaq toxunanın uzunluğunu tapın deyir. Mən toxunma nöqtəsi, toxunan görəndə şagirdləri ilk ağlıma gələn nədir? Radius çəkəcəm, perpendikulyardır. Radius çəkəcəm, perpendikulyardır. İndi bu mərkəzlər O1, O2-dir. Buradan birləşdirsək buranı 8 və 18 radiusları olurmu? Mərkəzlər arasında məsafə nə qədərdir? 26-dır. Mən indi AB-ni axtarıram T. Hazır düstura görə T 2 dənə kök altda R vur R'dir. Ortaq toxunanın uzunluğu. Mən bunu 8 vur 18 yazacağım. 144-dən 12 çıxır. 2 vur 12, 24. Amma düsturu unutsaq, toxunanın perpendikulyarını biliriksə sual həll olunacaq. Necə? Mən buradan yenə bayaq yazdığım suala uyğun bir paralel xətt keçirsəm, O2K bərabərdir T çəkirəm. O zaman AK O2B ilə eynidir, 8-dir. O1K'ya düşür, 18 çıx 8, 10. Bura T'dir. Görürsünüz düzbucaqlı üçbucağı. O1, K, O2 düzbucaqlı üçbucağında 10 kvadrat üstəgə T kvadrat 26-nın kvadratıdır. T kvadrat 676 çıx 100-dür. Deməli T 24 tapırıq. Bu düsturun uşaqlar biz elə isbatı da bu şəkildə yazılır. İndi məsələn onu da mən yazacağam. Həm müxtəsər Roma düsturunu təkrarlamış olursunuz. Müəllim, Buyurun. müəllim neçə dəqiqə qurtaracaq dərs? 10 dəqiqə yekunlaşdırın. Yaxşı. Tələsirsənsə gedə bilərsən. Mənim dərsim var. Saat Uğurlarsın, 11-də. get. Yaxşı, sağ ol. Bir saat gec girmisən, indi də hələ tələsirsən. Get bax. Yo, mənim vaxtımda girdim mənim. Uğurlar Fərid, get. Tamam. Ortaq toxunanın uzunluğundan danışırıq. Bura O1, O2'dir. Biz buradan bura radius çəkək. Buradan da bura radius çəkək. Bu sualı biz belə də çəkə bilərdik uşaqlar, qar adamı kimi.
Bu şəkildə. Eyni misaldır, prinsip eynidir. O1, O2-ni birləşdirəndə kiçik radius, böyük radiusu görürük. İndi burada biz paralel çəksək, burada T olur, bura kiçiyir, bura isə R çıx, R-dir. R çıx R-in kvadratı ilə T kvadratın cəmi R üstəgəl R-in kvadratıdır. Pifagor teoremini açsaq, 2R, R kvadrat. Yəni Pifagoru yazıb müxtəsəri də açdıq. R kvadrat 2R və kiçik R kvadrat. Fikir verin, R kvadrat, R kvadratlar bunlar hamısı getdi. T kvadrat 4 dənə R vur, R oldu. T-ni tapırıq. Kök altda 4R. Oradan da 2 kök altda R çıxır. Bu T yazsaq bura. Bura R, bura böyük R oldu. Bax, fikir verin. Eyni üsul. Belə. Buyurun, nə anlaşılmaz sizə varsa soruşa bilərsiniz. İndi buna aid bir nümunəyə baxaq. Məsələn, belə veribdir. Radiusları 9 və 6-dır. Ortaq toxunanların toxunma nöqtəsi arasındakı uzunluğu tap. Birbaşa düsturu yazsam, kök altda kiçik yer vur, böyük yerdir. Bu da 54 eləyir. 54'ü 9 vur 6 yazsam, 3 çıxacaq. X olur, 3 vur 2 vur, kök 6. Yəni 6 kök altda 6. Düstursuz yazıramsa, A bucağı 90 dərəcə, B bucağı 90 dərəcə qeyd etməliyəm. Buradan birləşdirirəm. Bura 6, bura 9'dur. Mən indi eyni şəkildə O2-dən bir paralel xətt keçirsəm, görürsünüzmü? Bura X-dir. O zaman bu parça ilə düzbucaqlı alınır. Burada 6, 6'dır. Bura 3 qalır. Görürsünüz düzbucaq, üçbucağı. Düzbucaqlı üçbucaqda 3'ün kvadratı, üstəgəl X-in kvadratı 15'in kvadratıdır. X kvadrat 15 kvadrat çıx 3 kvadrat. Müxtəsəri yazsam əgər 15 çıx 3, 15 üstəgəl 3. Buradan X kvadrat 12 vur 18 yazacağım. X olacaq kök altda 12'ni baxın 6 vur 2 yazıram 12'ni. 18'i də 6 vur 3 yazıram. 2 dənə 6'dan 1 6 çıxır, kök altda 6 qalır. Beləliklə uşaqlar, burada saxladım. Bu bizim çevrədə ilk dərsimiz idi. Çevrə 3 paragrafdan ibarətdir. Bu birinci paragrafı idi. Gördünüz ki, paragraf başdan ayağa üçbucağın xassələrindən ibarətdir. Ona görə də üçbucağı yaxşı oxuyub təkrarlamaq lazımdır. Beləliklə çevrənin ilk dərsini bitirdik.